Və onlardan da sahabələrin dövründə də yəni məscidlər illa da minarə olub orada nəzan deyilməsi üçün şərt deyildir. Məsələn, sahabənin dövründə müsəlmanların evləri birer məscid idi. Məkkə dövründə Darul Ərkam var idi. Yəni Ərkam bin Ərkabın evi məscid idi yəni. Yəni bugün bir müsəlman evini zikir məclisinə açırsa, orası bir məsciddir yəni. O mescid hökmünü alır. O mescid fəzilətini alır. Orada belə deyim ki, mescidin qazandırmış olduğu savab və əcri sən o evdə qazanmış olursan. Yəni müsəlman Mədinə dövründə müsəlmanların kənddən gələnməyənlər kənddə özlərinin evlərinin bir köşəsini mescid eləyərlərdi. Müsəlmanlar orada 5 vaxt namaz qılarlardı. Və bugün müsəlmanlar məsələn evlərini mescid edinmələrdilər. Müsəlmanlar evlərində Allah Subhanahu taala zikr eləmək üçün əllərindən gələni eləməlidir. Yəni indi bizim deyəlim ki, hər qaldığımız bölgədə yəni mescid imkanları yoxdur. Yəni bizim qaldığımız bölgələrin şəhərlər olsun, köylər olsun, yəni evimizin yanında gedib hər dəqiqə gələ biləcəyimiz, 5 vaxt namaz qıla biləcəyimiz yer, yəni imkan yoxdur. Bunun üçün müsəlmanlar belə bir durumda nədir? Özlərinə yaxın olan müsəlmanlar bir-birlərinin evində nədir? 5 vaxt namazı qılmaq üçün, Allah ibadət eləmək üçün, zikirləmək üçün, cümə namazı qılmaq üçün, yəni müsəlmanlar bunu yerinə yetirməlidir. Yəni müsəlmanların burada illa da gedib hər hansı bir yerdə tikili bir bina olsun, özəlliklə bir mescid olsun, yəni müsəlmanlarda ümumiyyətlə nədir? Buna ehtiyac yoxdur. Yəni nə ehtiyac var? Yəni illa da bu olmalıdır. Ayrıca baxın, ibadət eləmək vacibdir, doğrumu? Mə lə yetimul vacibu illə bihi. İbadət eləmək vacibdirsə, keçən həftə söyləmişdik, doğrumu? Yəni ibadəti mesciddə eləmək vaciblərdəndir. Müsəlmanların üzərində düşən cəmaət namaz qılmaq vaciblərdəndir. Cümə namazı qılmaq vaciblərdəndir. Zikir eləmək vaciblərdəndir. O zaman bu məclisləri təşkil etmək üçün yerlərin və məkanlar da vacibdir. Yəni müsəlmanların evləri, qapıları, şəhərləri, ölkələri, yəni Allah'a zikir etmək üçün daim açıq olmalıdır.